Güllü bulaq, yenə sənə üz tutum, şərəfinə şeir qoşum, söz tutum, o müqəddəs ocağına köz tutum, ayrı düşən övladların var olsun, uza Tanrı hər birinə yar olsun. Güllü bulaq, şan şöhrətli elimiz, güllü bulaq, yetmir sənə əlimiz, məskənimiz, ocağımız, evimiz. İndi o kənd gör kimlərə qalıbdır, kəndimizi qara bulut alıbdır. Hər vaxtınız xeyir olsun Amasya TV izləyiciləri. Bugün Amasya TV'nin növbəti bir çəkilişidir. Məlumdur ki, Amasya TV Amasyanın tarixi, Amasya kəndləri haqqında gözəl verilişlər hazırlayır. Bugün də Amasya TV'nin növbəti bir verilişi Güllübulaq kəndinə həsr olunur. Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasya rayonunun ən böyük kəndlərindən biri idi. Bəlkə də Qərbi Azərbaycanın ən böyük kəndlərindən biri idi. Kəndin öz tarixi, kəndin öz adəti, ənənəsi var idi. Və bu haqda bir söhbət eləmək üçün bugünkü verilişimizin qonaqları dəvət eləmişik. Güllübulaq kəndinin sakinləri, belə demək mümkündür, studiyamıza dəvət olunub. Uzun müddət Güllübulaq kənd orta məktəbində tarix müəllimi işləmiş, çox hörmətli Sərhəddin Rzayev və tarix müəllimi işləmiş uzun müddət həm Güllübulaqda, həm burada hər ikisi çox hörmətli Murad müəllim Əsgərov və bizim dostumuz çox hörmətli Fərhad İsmailov verilişimizin qonaqlarıdır. Əziz dostlar, 37 ildir elimizin, obamızın həsrətindəyik. 37 ildir ürəyimizdə bir niskil var. El-oba niskili, Amasya niskili, Ağaba Şöhrəli niskili və Güllübulaq niskili. Bu barədə sizinlə biz bugün ətraflı söhbət eləmək üçün deməli bu studiyamıza dəvət olunmuşuq. Hamınızsa xoş gəlmisiniz. İlk olaraq sualı mən çox hörmətli Sərhəddin müəllimə sualı yönəltmək istəyirəm. Sərhəddin müəllim, Güllübulağın yaranma tarixi haqqında, Güllübulağın iqlimi haqqında, Güllübulağın necə yaranıb bu haqda zəhmət olmasa buyurun məlumat verin. Bəli, çox gözəl müəmməli. Güllübulaq dediyiniz kimi o tək Amasyanın yox, bütün Gümrü ətrafının ən böyük kəndlərindən biri idi və ən böyük kəndi idi bəlkə də. Güllübulağın əvvəl də olub, hələ o qara papaq türklərinin vaxtından da, sonradan 1827-28-ci illərdə ora insanlar gələndən sonra Güllübulaqda Hacı Rəsul ilk dəfə gəlib yoldaşı Nigar xanımla və sonra onların qohum əqrabaları, tanış bilişləri yenidən Güllübulağa yığılıblar və o dövrdən başlayaraq Güllübulaq kənd kimi formalaşıb. Sovet hökuməti qurulmamışdan əvvəl də Güllübulaqda məktəblər olub, molla məktəbləri. O zaman Güllübulaqda yaşayanlardan İrana gedib, Qumda, Nəcəfdə təhsil alıb gələn axundlar olub, ali təhsillər. Kənddə molla məktəbləri açıblar. Sovet hökuməti qurulandan sonra ilk dəfə 1927-ci ildə Güllübulaqda həm uşaq bağçası yaradılıb, həm 7 illik məktəb. Sonradan o 7 illik məktəb 8 illiyə çevrilib. 1944-cü ildə ilk 10 illik məktəb Amasya rayonunda ikinci. Əvvəl rayonun özündə olub, orta məktəb 10 illik. Sonra 44-cü ildə ilk 10 illik məktəbin buraxılışı olub. Güllübulağın təqribən 1000 nəfərə yaxın təsərrüfat, yəni ailə olub. Kəndin yerləşmə sahəsi Amasya rayonunun cənub-qərbində Türkiyə tərəf sərhəddə olub. Nəbi çayırı deyirdik, sonra Qəmərə deyirdik. O sahələrin hər ikisinin arasında olub. Kəndin özü coğrafi cəhətdən təqribən əsas hissəsi kəndin içəri hissəsində, çökək hissəsində. Kənd böyüyəndən sonra həm sağ tərəfə, Türkiyə tərəf, həm sol tərəfə, Cümhuriyə tərəf böyüyüb və kənd çox mədəni, ali təhsilliləri, oxumuş adamları çox olan ən böyük kəndlərdən biri olub. Elə bir sahə üzrə olmayıb ki, orada ali təhsil alan olmasın. Kəndin
təkdə illər olub ki, orta məktəb olandan sonra medalla qurtaranlar olmasın. Kəndin elə vaxt olub ki, bir ildə 12 medal alan olub. Ermənistanda ümumi 20 medal olub, onun 12-sini Güllübulaqda alıblar. Və ən böyük xoşbəxtlik onda olub ki, kənddə medalla qurtaran qızlarımız olub. Bəli. Və o qızların da əksəriyyəti ali təhsil alıblar. Ona görə Güllübulaq haqqında bu cür gözəl çəkiliş elədiyinizə görə mən çox minnətdarlıq edirəm sizə. Sağ olun. Sərhəd müəllim, təşəkkür edirəm, çox sağ olun. Təbii ki, Güllübulaq haqqında bir tarixçi olaraq, Güllübulaq kəndinin məktəbi haqqında, tarixi haqqında bizim çox hörmətli Murad müəllimdə ürək sözləri var. Murad müəllim də bir tarixçi kimi uzun müddət bayaq qeyd edelim kənddə müəllim işləyir. Murad müəllim, kəndimizdə məktəbimiz neçə mərtəbəli idi? Yəni biz bilirik, təkrar deyək, neçə mərtəbəli, hansı laboratorlar var idi? Kənddə məşhur müəllimlərimizdən kimlərin adını çəkə bilərsiniz? Buyurun, zəhmət olmasa dinləyirik sizi. Murad müəllim, yaxşı sualdır. Güllübulaq məktəbi əvvəl kəndin ortasında yerləşirdi. Məktəbəli idi. Lakin kənd böyüdükcə, şagird sayı çoxaldıqca yeni məktəb tikildi 1969-70-ci ildə. Və 3 mərtəbəli idi. Bəli. 3 korpusdan ibarət idi. Bir korpusu 3 mərtəbə, ikincisi 2 mərtəbə, biri isə 1 mərtəbədən ibarət. Və müasir tipli məktəb idi dövrünə görə. Məktəbin özünün art zalı var idi, örtülü idman zalı, voleybol, basketbol meydançaları var idi. Eyni zamanda məktəbimizdə 100-dən artıq ixtisaslı müəllim çalışırdı. Bəli. Və məktəbimiz o dövrə görə demək olar ki, hər cür yüksək şəraitə malik idi. Belə ki, məktəbimizdə müxtəlif fənlər üzrə laboratoriyalar vardı. Məsələn, birini misal çəkə bilərəm ki, kimya laboratoriyası nəinki rayonda, ümumiyyətlə respublika üzrə demək olar ki, ən gözəl laboratoriyalardan biri fizika üzrə var idi və müxtəlif fənlər üzrə laboratoriyalar var idi. Və məktəbimizdə eyni zamanda 1000-ə yaxın və bəzi hallardan 1000-dən yuxarı şagird təhsil almışdı. 150-dən yuxarı müəllim, ali təhsilli müəllim uşaqların təlim. Və o müəllimlərimizdən, məşhur müəllimlərimizdən kimlərin demək olar ki, hamısını mən özüm bildiyim, yardıma gələn gördükləri Əhmədov İsa müəllim, Allah rəhmət eləsin. Rzayev Mahmud müəllim, Rzayev Əziz müəllim, Mustafayev Cəfər müəllim, Yusuf müəllim, Cəfər müəllim, Adil müəllim, sonra Bayramov Yunus müəllim və başqaları Allah hamısını çəkməkləri çoxlu müəllimlərimiz var. Eyni zamanda orta nəsil və gənc müəllimlər də burada fəaliyyət göstərirlər. Və biraz əvvəl qeyd olunduğu kimi məktəbimiz yüksək səviyyəlidir. Hər il təhsil sahəsində yüksək göstəricilər göstərilir. Rayonda təşkil olunan məktəblər üzrə, təhsil üzrə bütün demək olar ki, tədbirlərdə bizim məktəb ön sıralarda tutur. Və məktəbimiz 1988-ci ilə qədər demək olar ki, bir oradan köçənə qədər mövcud olmuşdur. Çoxlu məktəbimizi qurtaran və Azərbaycan, eləcə də başqa yerlərdə işləyən mütəxəssislər vardır hər sahə üzrə. Çox sağ olun, təşəkkür edirəm. Çox gözəl Murad müəllim. Çox sağ olun, təşəkkür edirəm. Deməli, Güllübulağın özünə məxsus adət-ənənəsi var idi. Novruz bayramlarında, oruçluq bayramı, digər bayramlarda bizim deməli özünə məxsus adət-ənənəmiz var idi. Dilimiz özünə məxsus, Güllübulağa məxsus şirin ləhcəmiz vardı. Və indi biz kəndimizdə keçirilən adət-ənənələrdən, Novruz bayramı adətlərindən, o cümlədən Güllübulaq kəndinin cəmaatı hansı təsərrüfatla məşğul idi? Bu barədə bizim çox hörmətli Fərhad qardaşımız, buyurun zəhmət olmasa. Bizim əsasən rayonun, ümumiyyətlə rayonun əkinçiliklə, maldarlıqla, qoyunçuluqla inkişaf eləmiş bir rayon idi. Məsəl üçün, bizim böyük kəndimizdə də
ən böyük kənd olduğuna görə də böyük torpağımız var idi. Bəli. 5500 hektar torpağımız var idi. O 5500 hektar torpağın içində bizim hardasa 20 hektar alma armud bağımız var idi. 20 dənə traktorumuz var idi. 30 dənə maşınlarımız var idi. Əsas təsərrüfatçılığımızda nə ilə məşğul idi? Maldarlıq, qoyunçuluq, maldarlıq, əkinçilik. qoyunçuluq, əkinçilik. İldə 5000 baş qoyun var idi. Sonra 2500 qara mal var idi. Neçə min tondan taxıl biçirdik. Bəlkə də biz Qərbi Azərbaycanın taxılına biz təmin edirdik. Deməli bu Novruz bayramından sonra bizim el oba Ağbabaya köçürdü, yaylağa köçürdü. Bəli. Uzun bütün yay boyu yaylaqda olurduq. Bax bu haqqda nə deyə bilərsiniz? Yaylağımızda keçirilən günlər haqqında. May ayının 10-15-i bizim el köçürdü. Yaylamız var idi. Yayla, Baxşəlinin yaylası deyilirdi. Ağbabada yerləşirdi, bəli. Ağbabada yerləşirdi, Arpa gölü qırağında yerləşirdi. Orada ta oktyabrın axırına kimi orada cəmaət məhsul tuturdu, mal qarasını saxlayırdı. Və qışa tədarük. Tədarük yayılır, bəli. Çox sağ olun, təşəkkür edirəm məlumata görə. Qeyd edim ki, əziz tamaşaçılar, Güllübulaqda təxminən bir 10-a yaxın mağaza, aptek, həkim məntəqəsi, poçtlar, yəni çox böyük iaşə obyektləri mövcud idi və çox böyük bir mədəniyyət evimiz var idi. Bu mədəniyyət evinin tikilməsi, mədəniyyət evinin tarixi haqqında, tutumu haqqında, orada hansı tədbirlər keçirilir, çox hörmətli Sərhədin müəllim, bu barədə xahiş edirəm, siz məlumat verəsiniz. Buyurun. Bəli, müəllim. Güllübulaqda laf əvvəldən hələ kəndin o içərisində balaca bir klub tikilmişdir. Sonra 1957-ci ildə kolxozun yanında 420 oturacaq yeri olan, hər gün kino verilən kino zalı, kitabxanası, kənd klubu, demək olar ki, hər gün adamlar yığılıb orada istənilən mədəni tədbirlər keçirə bilirdilər. Və kolxozun ümumi yığıncağı, başqa işlər də orada keçirilirdi. Sonra 70-ci illərdə, 74-cü ildə kəndin yuxarı hissəsində gözəl klub binası tikildi. Hətta onu deyim ki, o klubda orkestrin çalması üçün aşağıda gözlənməyən o yer var idi. Bəli, bəli. Və gözəl kitabxana vardı. Hətta Güllübulaqdakı kitabxananın iş təcrübəsi haqqında İrəvandan gəlib orada kitab da yazmışdılar. Gözəl şərait vardı. Dediyiniz kimi Güllübulaqda o mədəni məişət sahəsində çox böyük inkişaf vardı. Mağazinlər vardı. Kitabxana kəndin demək olar ki, adamların çox böyük hissəsi o kitabxanadan kitab alıb oxuyub aparıb qaytara bilirdi. O klubun özündə idman zalı vardı. Xizək yarışları keçirirdilər qışda. Voleybol yarışları xüsusilə bəli. O sahədə çox gözəl idi. Ona görə o sahə ümumiyyətlə o mədəni maarif sahəsi Güllübulaqda çox böyük inkişafa malik idi. Bu mədəni maarifdən, mədəniyyətdən, musiqidən söhbət düşmüşdən qeyd edeyim ki, Güllübulağın da özünə məxsus nanayları, özünə məxsus bayatları var idi və Sərhədin müəllim, Güllübulaqda ümumiyyətlə Amasyada ilk ansambl yaradan Mehman Qasımovun gözəl Ağbaba ansamblı vardı. O ansambl hətta biz Bakıya gələndən sonra 1988-ci ildən sonra hələ bizim uşaqlar Faiqi, o biri Allah rəhmət eləsin. Musiqi alətlərində çalan uşaqları da yığıb Mehman böyük bir ansambl yaratmışdı. O Ağbaba ansamblı bizim burada xeyir işlərdə, toylarda, başqa yığıncaqlarda hər zaman iştirak edirdilər.
ver dağlar, yol ver bana. Bəli. O var idi o sahə. Çox sağ olun, təşəkkür edirəm. Demək, əziz dostlar, bizim Gülübulaqda toylarımız daha çox 2 qara zurna və bir nağara vasitəsilə toylar həyata keçirilirdi. Və bu qara zurnada el havaları, bu qara zurnada xüsusilə Amasya ya Ağba yallısı deyilən yallı xüsusi deməli icra olunurdu və bu yallımız birlik deməli, yallı halaylar birlikdir. Və bizim Novruz, qarşıda Novruz bayramı gəlir. Məqam gəlmişkən qeyd edelim, sabah 8 Mart Qadınlar Bayramıdır. Bütün Azərbaycan xanımlarını, o cümlədən Amasya xanımlarını, Gülübulaqlı analarımızı, bacılarımızı, bütövlükdə Azərbaycan bacı və analarımızı bayram münasibətilə təbrik edirik və yaxın zamanlarda Novruz bayramı gəlir. Novruz bayramında da demək xüsusi adət-ənənəmiz var idi bizim, xüsusilə bayramlar keçir. Məsələn, burada qeyd edeyim, bayram günü şavaq tezdən durardıq. Çınqır alıb, bulaq üstə cumardıq. Səs-küy salıb bir-birimizi sulardıq. Necə gözəl adət idi sulaşmaq, Novruz günü zarafatla savaşmaq. Çiynimizə güllü torba salardıq, qonşulardan bayram payı alardıq, axşam üstü aloy puloy qalardıq. Çox xoş idi alov üstdən atılmaq, qohumların bayramına qatılmaq. Toyun səsi kəndə səda salanda, toyçular da yallımızı çalanda, toya görə işdən gücdən qalanda, hamı durub toy evinə gələrdi, toy yiyəsi düz sörəyin bölərdi. Əziz dostumuz, qardaşımız Fərhad qardaş, siz toylarımız haqqında, toy adətlərimiz, Novruz adətlərimiz haqqında nə deyə bilərsiniz? Buyurun, zəhmət olmasa. Bizim bayramımız çox gözəl bayram idi. Həmişə mən onu anıram, həmişə düşünürəm o haqqında. Yadımda ki, biz ayın 19-undan 20-sinə keçən gecə səhər saat 4-də 5-də dururduq və çınqırları götürürdük. Çınqır yəni səhər köy edirəm. Götürürdük. Gedirdik bulaq başına, sulaşırdıq, bir-birimizi sulaşmaq, bəli. Sonra gedirdin əziz, hansı ki, hörmətli adamlarını vardı, onlara su səpirdin, onun əlinə belə səpirdin. Aydınlıq idi, olar, bəli. Onu da çox gözəl qarşılayırdılar və biz onda bayram payı verirdilər. Sonra gözəl alov plov eləyirdik. Alov plov, yəni tonqa, bizim ləhcəmizdə, bəli. Mən öz ləhcəmizdə deyirəm ki, Qərb Azərbaycanlılar bilsin. Ondan üstündən hoplanmaq var idi. Çanta sallayırdılar. Çantey. Bəli, hələ kimin bacası var idi, oradan çanta sallayırdıq. Onlar da onun içinə qəşəng qırmızı yumurta, nə bilim, nə doldurub verirdilər. Çox sağ olun, təşəkkürlər. Demək, bayaq qeyd elədik, bizim dinimiz yaşayırdı orada, dinimizi yaşadırdıq, dilimizi yaşadırdıq. Yəni bizim İslam dini ilə bağlı müəyyən adət-ənənələri biz orada həyata keçirirdik. Bu barədə bizim deməli orada dini mərasimlərimiz, sonra qəbristanlığımız harda yerləşirdi, hörmətli möhtərəm Murad müəllim, harda yerləşirdi, qəbristanımızda o qəbir daşları hansı formada idi, hansı yazılar var idi və deməli bizim bu haqda xahiş edirəm Murad müəllim buyursun. Murad müəllim, dini ayində demək olar ki, hamısı yüksək səviyyədə icra olunur. Qəbristanlarımız əsasən əvvəl olmuşdur kəndin şərq tərəfində, sonra isə köçürmüşdür Məmmədabad yolunun üstünə və böyük qəbristanlıqlar. Bəli. Dini ayinlərimizin icrası zamanı demək olar ki, bütün qanunlara əməl olunur. Təşəkkür edirəm Murad müəllim, çox gözəl məlumat verdiniz. Əziz dostlar, Amasya rayonu hamımız bilir ki, Ağbaş Şörəli mahalı adlanır. Orada olan 25 kəndin demək olar ki, 20-si təmiz Azərbaycan türkləri idi. 22-si, yəni 3-4 təxmin kənd belə ümumiyyətlə orada mənfur qonşularımız yaşayırdı. Rayon özü, Amasyamızın özü biraz qarışıqdır, müxtəlif millətlər burada, amma təxminən 22-yə yaxın kənd təmiz Azərbaycanlılar, təmiz Oğuz türkləri idi. Və Amasyamızın bütün kəndinin cəmaatı, hamısı bir-birlə mehriban, hamısı bir-birlə dost qardaşı idi və nə qədər sevindirici bir haldır ki, Amasyada yaranmış o dostluq, o qardaşlıq bugün Azərbaycan davam edir.
Qarabağımız uğrunda çoxlu şəhidlərimiz var, milli qəhrəmanlarımız var, qazilərimiz, veteranlarımız var və bütün Azərbaycan xalqı kimi Qərbi Azərbaycan, Amasya bölgəsinin əhalisi də bu torpaqlarımız uğrunda, Azərbaycanımız uğrunda canını verməyə hazırdır. Və bizim Amasyamızın kəndlərinin, cəmaatının bir-birlə münasibəti orada necə idi? Kəndlər necə bir-birinin toylarına gedirdi? Bu haqda Sərəddin müəllim buyur zəhmət olmasa. Bəli, çox gözəl dediniz. 27 kənd vardı Amasya rayonunun, 5-i o mənfurlardan idi, 22 kənd xalis Azərbaycan kəndləri. Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qoncalı, Qarabulaq, Çivinli, Quzukənd, Güllücə, Ellərkənd, Öksüz, Balıqlı, bu yan tərəfdən Yeniyol, Göllü, Çaybasar, Sultanabad, Düzkənd, Təpəkənd, bir də Ellərkənd. Demək, Güllübulaq ən böyük kəndidir. İndi biz o kəndlərin hamısının bir-birindən əlaqəsi var idi. Və bizim kəndin, məsələn, mənim müəllim yoldaşlarımın əksəriyyəti Ağbaba kəndlərinin məktəblərində müəllim də işləmişdilər. Bəli. Çox qonaqpərvər, çox qeyrətli, çox haqqı tanıyan insanlar idi Ağbaba insanları. Bəli. Və elə bura biz gələndən sonra da, məsələ bizim onlarla şəhidlərimiz var. Elə bir kənd yoxdur ki, o kənddən şəhid, milli qəhrəmanlarımız var. Hərbi hissədə hər cür hərbi rütbəyə yüksələn adamlarımız var. Ona görə, məsələ, biz o adamlarla fəxr eləyə bilərik. Və hətta bizim özümüzün dərs dediyimiz uşaqlarımızdan belə şəhid olanlar var. Bir neçə orden, medal alanlar var. Bəli, qəhrəman olanlar var. Və o kəndlərin də hamısının bir-birindən əlaqələri var idi. Qışda qar yağırdı, yol açılırdı. 2 süd zavodu var idi. Bəli. Yuxarıda Şurabatda, bir də Amasyanın özündə, rayonun özündə. Məsələ, indi bizim yoldaşlar dedilər, tonlarla süd istehsal olunurdu. Bütün Qərbi Azərbaycanda Amasyanın pendir zavodunun buraxdığı yağ, pendir, başqa ağartı məhsulları əl-əl gəzirdi. Çox böyük hörmətlə. Təşəkkürlər, çox sağ olun, var olun. Demək, çox sağ olun, minnətdaram. Ağbaba Şörəyəl mahalı qədim Türk dünyasının Dədə-Baba tarixi məskənidir. Qarabağda üçrəngli bayrağı, Şuşada üçrəngli bayrağı uzaldan Azərbaycan ordusu, Azərbaycan xalqı nə vaxtsa Qərbi Azərbaycanımızda, Amasyamızda bayrağı qaldıracaq. Biz ona sülh yoluyla gələcəyik. Dədə-Baba torpaqlarımızı görməyə gələcəyik. Təşəkkür başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla inşallah biz öz torpaqlarımıza sülh yoluyla biz gedib öz torpaqlarımıza məskən salacaq inşallah. Ağbaba Şörəyəl mahalı qədim tarixə malik bir mahaldır. Yadıma düşdükcə qoşa dağların, dəyişib pis olur halım Ağbaba, tərsinə fırlandı çərxi fələyin, zəmanə olubdur zalım Ağbaba, yaş ötdü, gəncliyim çıxdı əlimdən, doymadım səfalı yurdum elimdən, səmt alıb o gözəl şörəylimdən, gəlib yaylağında qalım Ağbabam. O gözəl məkanlı, dağları, dərələri, çayları, gölləri, adların hamısı, yer adların hamısı Türk mənşəli, bütün toponimlər sırf Türk mənşəli adlardır. Onu da qeyd edelim əziz dostlar. Amasyadan, o cümlədən bizim Gülübağımızdan xeyli sayda alimlər, hətta akademikimiz, bizim çox hörmətli akademimiz, çox hörmətli Abel müəllimin adını çəkmək bizim fəxrimiz, təkcə Azərbaycan xalqının bir alimi kimi, Azərbaycan xalqının akademiki kimi əslən bizim Amasyadandır, Gülübağdandır, bununla biz fəxr edirik. Başqa alimlərimiz, elmlər, doktorlarımız, professorlarımız var. Bütün bunlar hamısı Gülübağ kənd orta məktəbinin gördüyü əməyin nəticəsidir. Hətta Amasyada Gülübağ'ı akademiya adlandırırlar, Gülübağ Akademiyası adlandırırlar. Oxumaq, təhsil almaq bir nömrəli məsələ idi orada. Və bu gün də deyək ki, bizim gənclərimiz Azərbaycanda bu sahədə öz fəaliyyətini göstərir, təhsil sayəsində, elm sayəsində.
Əlbəttə, son neçə illərdə artıq 37-ci il gedir ki, el-oba həsrətindəyik. Hər üçüncə müraciət eləmək istəyirəm. 1988-dən mənfur qonşularımızın apardığı bu xəyanət nəticəsində Qərbi Azərbaycan əhalisi, o cümlədən Amasyalılar, o cümlədən Gülüblaxlılar doğma elimizi, obamızı tərk etmək məcburiyyətində qaldıq, deportasiya olunduq və doğma Azərbaycanımıza pənah gətirdik. Öz xalqımızla, öz millətimizlə birlikdə necə gəlmişiksə, o cürdə geri qayıdaq torpağımıza. Və o dövr, bu elin, obanın köçk etdiyi dövr haqqında hörmətli Murad müəllim, nə deyə bilərsiniz? Necə idi, vəziyyət cəmaət, nə vəziyyətdə idi, necə çıxdı əhali oradan, bu haqda zəhmət olmasa buyurun. Murad müəllim, 1988-ci il hadisələri zamanı bizim kəndimiz bir müddət o ərazini təşkil edə bilmədi. Çünki hər tərəfindən əlaqə kəsilmişdi. Rayon mərkəzinə getmək olmurdu. Yaxınlıqda Gümrü şəhəri idi, Leylankan deyirlər, ora getmək mümkün deyil idi və sərt qış gəlirdi. Vəziyyət olduqca çətin idi. Ancaq bəzi ailələr hələ yay vaxtı demək olar ki, Azərbaycan tərəfə köçüb getmişlər. Amma kəndin əsas hissəsi, əhalisi və təsərrüfatı, hər şey öz yerində idi. Elə bir vəziyyətdə, ağır vəziyyətdə biz yaşamağı davam elətdirdik. Lakin 1988-ci il dekabr ayının 7-si günü çox güclü bir zəlzələ oldu. Həmin zəlzələ vaxtı demək olar ki, elə o Ağbaba, Şörəyil, Spidaq, Gümrü ərazisi ən güclü oldu, mərkəzi ora oldu və güclü dağıntılar. Bu zaman demək olar ki, bizim yolumuzu kəsən mənfurların başı qarışdı. Və bizdən Gürcüstana ikinci bir yol var idi, hansı ki, heç kənardan dağ yolu deyirdilər. O yoldan cəmaət, Qaraxaç yolu deyirdilər, o yoldan cəmaət demək olar ki, öz uşağını, ailəsini Gürcüstan vasitəsilə Azərbaycana gətirib çıxara bildi. Eyni zamanda bəzi əşyalarını da. Lakin təsərrüfatımızın böyük əksəriyyəti orada qaldı. Kolxozumuz bildiyiniz kimi milyoner kolxozuydu. Onun bütün o xalqa məxsus idi. O kolxozun bütün əmlakı hamısı orada qaldı. Cəmaət demək olar ki, ancaq imkanı dair nəyə çatırsa onu götürə bilir. Qalan bütün hər şey orada qaldı. Və Murad müəllim, sizin sözünüzə görə mən bir şey deyim ki, biz orada yaşayan müddətdə ora haqqında o qədər də, necə deyim, məsələn, təsəvvür eləmirdik. Amma elə ki, qaçqınlıq dövrü yaşadıq. Qədri daha çox bilir. Və indi də belə. Yuxularda demək olar ki, həmişə biz onu görürük və arzuluyuruq və ümid edirik. Ha vaxtsa, ola bilər ki, biz yaşlıyıq, vaxt çatmaz. Amma bizimlə gələn sonraki nəsil ha vaxtsa İnşallah, inşallah. Çox sağ olun, təşəkkürlər. Demək, dostlar, bizim qəbristanlıqda iki qəbir var idi. Biri aşağı köhnə, biri təzə qəbir. O köhnə qəbirlərdə bu ərəb əlifbası ilə çox əski əlifbayla yazılar var idi. Onlar bilavasitə sübut edirdi ki, bu ərazi, bu Gülübulaq ərazisi, bütövlükdə Amasya bölgəsi bilavasitə Azərbaycan türklərinin doğma ərazisidir. Bəzi o yazılar bunu sübut edir. Və yaxud da ki, təzə qəbristanlıqda orada qəbir daşları üzərində gözəl yazılar, gözəl yazı ərəb əlifbası, yəni gözəl deməkdə gözəl bayatı formasında, ağı formasında yazılar yazılırdı. Bu da sübut edir ki, bəli, elə Gülübulağın adı buna Oxçuluğun adı, Çaxmağın adı, Mağaracığın adı, Qarasantan adı, bayaq Səhəddi müəllim adı, digər kəndlərdən hamısında türk mənşəyi var. O torpaqlar bizim torpaqdır. O torpaq nə qədər bizim mənfur qonşularımız, nə qədər yalan yazsalar da yenə tarix bunu sübut edir ki, o torpaqlar bizimdir, bizimdə olacaq. Bizim Fərhad düzdür, Gülübulaqdan qaçqınlıq dövründən əvvəllər Bakıya gəlib, amma gedirdi, gəlirdi həmişə. Bu barədə nə deyə bilərsiniz? Sizə necə təsir bağışladı qaçqınlıq zəmanəsi? Siz burada ola yəqin buradaydınız da onda. Bəli, buyurun. Vallahi mən deyərdim ki, mən elə bilirəm və hələ dünən oradan gəlmişəm. O qədər mən oranı sevirəm. Əksinə adam orada olmaya ürəyi daha çox oranı istəyir. Bəli. Hər daşı, hər qayası mənim yadımdadır. Mən bu dəqiqə oraya məmnuniyyətlə uçsa gedərəm. Allah oraya daşqoğanlara rəhmət eləsin. Dədəm, babam tikdiyi evlərdən neçə adam doyar. Bəli. İndi orada bax, evlərin tikilmə qaydası var idi.
kənddə ev tikən məşhur ustalarımız var idi və xüsusi daş var idi. O tuf daş deyildi ona. O daşlarla o evlərin quruluşu, forması necə idi? O evlərin quruluşunda bir türk ornamentləri var idimi? Demək olar ki, bəli. Əksəriyyətində. Əksəriyyətində elə türk ornamentləri idi hamısında. Bəli. Onlar daşı belə deyirdi də, kənddə belə deyirdi, kələliyirdilər, malalayırdılar, düzəldirdilər, o daşlardan qəşəng ev tikirdilər. Bəli. Demək olar ki, yataq otaqlarımız da harda ki yaşayırıq, o başqa cür idi. Amma arxa o mal qoyun saxladıqlarımız başqa cür idi. Bəli, çox sağ ol, təşəkkürlər. Sərdi müəllim, var mı sözümüz buyurun? Kimin ürək sözü varsa desin. Bir sözdə mən qeyd edeyim ki, Bəli. məsələn, Güllübulaq kəndi böyük kəndidir. Bütün evlər İslam adət-ənənəsinə görə hamısı qiblə tərəfə tikilmişdir. Çox maraqlı buyurun bu vasitə. Bəli. İkinci bir, ümumiyyətlə Ağbaba şörəyi və ətraf ərazidə ermənilər haqqında heç bir onların izləri yoxdur. Yoxdur, ola da bilməz. Çünki dədəba torpaqlarımızdır, bəli. İranımızın 2-ci, 3-cü əsrinə gedir, çıxır ki, hansı ki, orada məskunlaşma gedir. Amma Türk torpaqlarında. Və eyni zamanda qəbristanlığımızda təqribən uzunluğu 2 metr, hündürlüyü 80 santimetrə qoç heykəli var. Bəli, o heykəl mənim yaxşı yadımdadır. Bəli. Bəli. O da çox qədimdən, heç kim də bilmirdi nə vaxt yaranıb. Yəni deməkdə məqsədim odur ki, Güllübulaq, Şörəyin, Ağbaba ən qədim türk dilli xalqların məskənidir. Tamamilə çox sağ ol. Əla. Sərdi müəllim, sizin ürək sözləriniz buyurun. Onu deyim ki, Güllübulaq ətrafında bütün tikinti materialları vardı. Daş karxanası vardı. Bir neçə növ qum vardı. Hətta orada bizim Oxçoğlu'nun yaxınlığında suda batmayan qum vardı. Suda batmır. Batmayan. Yani bu bir növ indi burada düzəldilən o keramik kimi. Tikinti materialları sahəsində demək olar ki, Ağbaba şörəyi sahəsində bir dənə çatışmazlıq yox idi. Ağbabada biraz daş məsələsi az olurdu. Onu da Güllübulaqdan daşıyıb aparıb orada gözəl evlər tikirdilər. Bu adam bizim xalq o kəndlərdən çıxanda çox gözəl evlər qoydular, gəldilər. Əvvəllər indi 30-40-cı illərdə evlər biraz zəif idi, kiçik idi. Sonradan o dərəcə evlər qoydular. Məsələn, demək olar ki, əhalinin 99%-i qəşəng evlərdə yaşayırdılar. Bəli. Gözəl şəraitdə yaşayırdılar. Yollar asfalt tamamilə çəkilmişdi. Gecə işıqlar yanırdı. Güllübulaq şəhər idi. Ona kənd demək olmazdı. Ona görə də o tikinti evləri deyirsən, məsələn, gözəl klublar dedik, tikinti materialları kənardan getməyə ehtiyac yoxdur. Hamısı kəndin özündən çıxırdı. Çox sağ olun, əla, çox gözəl. Hə, kəndimizdən çoxlu danışmaq olar, çoxlu gözəl adət-ənənələrimiz var idi, gözəlliklərimiz var idi. Bəli. Mən bu gün bu fürsətdən istifadə edirəm. İmran müəllim, o kəndimizin ana bacılarını 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Onlara xoş günlər, xoş arzular və arzu edirəm ki, geri qayıtsınlar, öz evlərində yaşasın. İnşallah, inşallah. Güllübulaq, gür çayların axırmı? Yağış yağır, ildırımın çaxırmı? Bu ayrılıq yandırırmı, yaxırmı? Mat qalıram bu taleyin səbrinə, rəhmət olsun babaların qəbrinə. Güllübulağın əsasını qoymuş babalarımızın ruhu bizi gözləyir. Güllübulaqda yaşayan xalqımızın, ellilərimizin, kəndçilərimizin, yaxınlarının, ulu babalarının qəbirləri, ruhları bizi gözləyir. Əminik ki, bütün xalqımızla bərabər biz öz ədəb torpağımızı qayıdacaq, mütləq. Hamınıza bir daha təşəkkür edirəm. Gəldiyinizə görə, məlumat verdiyinizə görə. Güllübulaq haqqında daha çox danışmaq olar, Amasya, Ağbaba şörəyi haqqında saatlarla söhbət açmaq olar. O gözəl el haqqında, o gözəl məkan haqqında, o gözəl elimizin, obamızın adəti, ənənəsi haqqında, gözəl insanlar haqqında çox böyük söhbətlər aparmaq olar. Buna görə də hamınıza bir daha təşəkkür edirəm və son olaraq bütün tamaşaçılarımıza Amasya TV-yə, Amasya TV internet kanalına üzv olmağa, abunə olmağa dəvət edirəm. Çox sağ olun, var olun, gələn görüşlərə dək. Sağ olun. Sağ olun. Gələk